Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan kompleks ədədlər bölməsindən belə bir sualın izahına baxacağıq. Demək, məsələdə bizə deyir ki, Z bərabərdir A plus B kompleks ədədi və ona qoşma olan kompleks ədəd qarşılıqlı tərs ədədlərdir. Yəni, qoşma olan kompleks ədəd deyəndə biz A minus B i-ni başa düşürük. Demək istəyir ki, yəni bu ədədlə bu ədəd bir-biri ilə nədir? Qarşılıqlı tərs ədədlərdir. Əgər qarşılıqlı tərs ədədlərdirsə, onda onların hasili, yəni Z vurulsun Z xət bərabər nədir? 1 olmalıdır. Yəni A plus B i vurulsun A minus B i hasili bərabərdə 1 olmalıdır. Bu da müxtəsər vurma düsturudur. Olur A kvadratı minus B kvadratı i kvadratı bərabərdir. Bağışlayın, burada 0 yazmışam, 1 bərabərdir 1. Burada i kvadratının mənfi 1 olduğunu nəzərə alsaq, buradan alırıq ki, A kvadratı plus B kvadratı bərabərdir 1 olur. Və bizə digər tərəfdən də şərtdə verilir ki, AB hasili 32-dir. Bizdən nəyi soruşur? Modulda A minus B-ni. Demək, biz bu aldığımız sonuncu bərabərliyə müxtəsər vurma düsturuna tətbiq eləsək, yəni A kvadrat plus B kvadratının əvəzinə A minus B-nin kvadratı plus 2AB yaza bilərik. Burada AB hasilini, yəni 0,32-ni nəzərə alsaq, alacağıq buradan A minus B-nin kvadratı plus 2 vurulsun 0,32 bərabərdir 1 olur. A minus B-nin kvadratı plus 0,64 bərabərdir 1. Və buradan A minus B-nin kvadratı bərabərdir 1-dən 0,64-ü çıxırıq, qalır 0,36 və bizdə modulda soruşduğu üçün A minus B-miz bərabərdir 0,6 olacaq. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.